Peyğəmbər oturmuşdu bir neçə səhabə ilə, Həzrət Əli də orada. Allah mənə dedi ki, hamınız bu şəxsə Həzrət Əlini göstərdi. Müraciət elə indicə deməlisiniz ki, Əssalamu aleykə ya əmirəl müminin. Deyəsən 6-7 nəfər idilər. Birindən növbə çatdı, dedi, bu Allahın hökmüdür. Araşdıran adam da, bu adam ehtiyat əhlidir. Allahın hökmü olmazsa bu icra ilə. Dedi, bəli, Allahın hökmüdür. İkincisi də soruşdu ki, ya Rasulallah, bu həqiqətən Allahın hökmüdür. Buyurur ki, ən çətin hökmləri deyib Allahın öz vəlilərinə deyib ki, sən denən cəmaat. Məsələn, Quranda demədi ki, hər kimin mövlası Peyğəmbərdir, Əli onun mövlasıdır. Dedi, sən denən bunu. Görək, sənin dilindən eşitsinlər. Vəlilərinin dili ilə dedi, ən məmalı hökmləri. İndi dedi ki, Quranda bu var, Quranda yoxdursa qəbul eləmirəm. Dində də bəzi məqamlar var ki, məsumun bəzi addımları var ki, hər kəsə izah eləyə bilmir. Həzrət Əli əleyhissalam bir misal çəkir Nəhcül Bəlağəsində, deyir, bir dəstənin rəhbəri olan insanlar bəzi qaranlıq şeylərdən xəbərdar olur ki, sadə cəmaat ondan xəbərdar olmur. Deyir, o sirlərdən çıxış edib qərarlar verir ki, cəmaat onu başa düşmür. Bu təkcə dinə aid məsələ deyil. Bizim həyatımızda bəzi məsələlər var ki, orada müəmmalar var. İndi cəmaat hamısı desin, mən bilmirəm, mənə tam açıqla görün bu nədir. Olmaz açıqlamaq bəzi şey. Bəzi şey sirdir, bəyan edilə bilməz.